Bir rayonun küçələrində yanmış maşınlar, silah səsləri, dağıdılmış dövlət binaları və hakimiyyət boşluğu. 1989-cu ilin son günlərində Cəlilabad belə bir mənzərə yaşayırdı. İstintaqa rəhbərlik edən müstəntiq Oqtay Qasımov qarşısında təkcə cinayət izlərini deyil, artıq öz qaydalarını diktə edən bir qüvvəni görürdü. Hadisənin izi onu Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəyin qarşısına çıxaranda isə söhbət daha da ağır bir məcraya yönəlir. Oqtay Qasımov cinayət törədənlərin məsuliyyətdən kənarda qala bilməyəcəyini deyir. Elçibəy isə cavab verir: hazırki şəraitdə cinayətkarlar da mənə lazımlı adamlardır. Bu sadəcə Cəlilabad hadisələrinin tarixçəsi deyil. Bu illərdir kölgədə qalan, danışılmayan və ilk dəfə açıq şəkildə üzə çıxan məqamların hekayəsidir. Cəlilabad hadisələrinin görünməyən tərəfləri ilə, görünməyən üzünə pərdə arxasında qalan bütün həqiqətlərə birlikdə baxacağıq. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Gecə saat 2 idi, yatmışdıq, yoldaşım da evdə yox idi, körpə uşaqlarla. Gördük ki, saldatlar, milislər hamısı tökülüşüblər. Əllərində silahlar, avtomatlar, pistoletlər cürbəcür. Əvvəl oraları, uşaqları tutdular. Maşında bu güllələr, evlər, paryerlərdən yıxmışıq, evlərdən yığmışıq. 1989-cu ilin dekabrın 28-dən 29-una keçən gecə Cəlilabadda kütləvi ixtişaş baş verir. Polis şöbəsi rayon rəhbərliyinin binalarının qapı və pəncərələri qırılır. Otaqlarda olan avadanlıq dağıdılır, bir hissəsi oğurlanır, rabitə və telefon xəttləri qırılır, sənədlər cırılır, bir avtomat və 39 ədəd Makarov tapançası oğurlanır. 39 ədəd İkaros, Zaz və başqa avtobuslar, mini maşınları, motosikletlər yandırılır. Odlu silahlardan açılan atəş nəticəsində 6 nəfər yaralanır, 1 nəfər ölür. Cəlilabadda baş verən ixtişaşla əlaqədar həmin vaxt ölkə prokuroru olan İlyas İsmayılovun təsdiq etdiyi qərarla cinayət işi başlanır və 15 nəfərdən ibarət istintaq qrupu yaradılır. Düz 6 ay işsizlikdən sonra, yəni istintaqın işsizliyindən sonra Cəlilabad rayonunda baş verən ixtişaşın çox epizodlu olması nəzərə alınaraq istintaqı qısa müddətdə keyfiyyətli başa çatdırmaq məqsədi ilə istintaq qrupunun rəhbərliyi Oqtay Qasımova tapşırılır. Daxili İşlər Nazirliyindən ayrılmış müstəntiq Ənvər Məmmədovla onun Vaz 2106 markalı maşınında Oqtay Qasımov Cəlilabada gəlir. O şəhərə daxil olanda yolun hər iki tərəfində yanmış maşınlardan hələ tüstü çıxır, yol boyu canlı insan hasarı yaranmışdı. Dəqiqəbaşı maşın yoxlanılır, saxlanılır, kim olduqları soruşulur. Məlum məsələdir ki, onların kim olduqlarını və hara getdiklərini gözləri qanla dolmuş həmin şəxslərə deyə bilməzdilər. Oqtay Qasımovun ağlına gələn bu olur ki, vaxtilə Cəlilabad rayonunda Kommunal Təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləmiş həmkarı Şirbala Mayılovun adını versin. Yəni, yalandan desin ki, biz Şirbala müəllimin yanına gedirik. Və o belə deyilir. Onlara bir yol göstərilir, həmin yolla gedib tupikə çıxırlar. Oradan çıxış yolu tapa bilməyən Oqtay Qasımov və Ənvər Məmmədov yaxınlıqdakı evlərdən birinin həyətinə sığınırlar. Lakin az sonra evdə kirayə yaşayan cavan oğlan qorxu içində yalvarmağa başlayır ki, küçədəki cəmaət onların kim olduğunu bilsə, həm onu öldürər, həm də evi yandırar. Oqtay Qasımov isə onu sakitləşdirərək belə vəziyyətdə onları azğın cəmaatın əlinə verməyin kişiliyi olmadığını deyir. Uşaq isə, yəni cavan oğlan isə tamam qorxu içindədir və nə fikirləşirsə davam edir. Deyir ki, mən gedib cəmaat arasında söz yayacağam ki, yalandan güya ki Əbdürrəhman Vəzirov Cəlilabada gəlir. Onlar da insan kütləsi də Bakı-Lənkəran magistral yoluna çıxanda siz şəhərin içərisindən Biləsuvara qaçın. Onlar onunla razılaşırlar və dərhal oğlanın dediyi həmin yolla Biləsuvara gedirlər. Axşam saat 19:20 radələri olur. Qaldıqları mehmanxanaya rayondan qaçan prokuror, Daxili İşlər Şöbəsinin rəisi və başqa vəzifəli şəxslər toplanır. Orada qəribə bir mənzərə yaranmışdı. Bu təbii ki,
Oqtay Qasımovun gördüyü mənzərə idi. Onların hərəsi öz bildiyi və özlərinin xeyri tərəfindən hadisələri şərh edirdilər. Rayon prokurorunun qorxudanmı, yoxsa əsəbdənmi bütün bədəni titrəyirmiş. Oqtay Qasımov əvvəlcə elə zənn edib ki, prokuror içkilidir. Lakin onun özünün dediyinə görə dünəndən ağzına su da dəyməyib. Daxili İşlər Şöbəsinin rəisinin qolu isə sarılıdır. Sonradan məlum olur ki, o hasardan qaçıb tullananda hasarın üstündə düzülmüş şüşə parçaları qolunu kəsib. Yəni vəziyyəti təxminən özünüz görə bilirsiniz. Oqtay Qasımov istintaq qrupu ilə Cəlilabada gələndə şəhərdə Daxili İşlər Şöbəsi yox dərəcəsində idi. Şöbə rəisinin müavini Xalq Cəbhəsinə qoşularaq cəbhənin Cəlilabad liderlərindən sayılan, əvvəllər 2 dəfə xuliqanlığa görə məhkum olunan Çingiz Ağasiyevlə birlikdə Daxili İşlər Şöbəsinə rəislik edirdilər. Bu mənzərəyə xüsusi diqqət etməyinizi tövsiyə edirik. Onların ikisi də rəisin masasının arxasında bir-birinin yanında stul qoyub oturublar. Telefon zənglərinə də ikisi də növbə ilə cavab verirlər. Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə isə ixtisasca kimyaçı olan Nağı Nağıyev dırnaqarası seçilib. Xalq Cəbhəsinin Cəlilabad şöbəsinin lideri, təcil yardım stansiyasının həkimi Mirələm Bəhramov isə heç bir vəzifə tutmasa da rayonun real başçısı sayılır. Xalq Cəbhəsinin nümayəndələri istintaqın gedişinə də manelik eləməyə çalışır. Təbii ki, bütün bu fikirlər Oqtay Qasımovun fikirləridir və onun Cinayətlər və Cəzalar kitabından götürülüb. 1990-cı ilin yanvarın 20-sində Sovet ordusunun qoşunları Bakıya soxulduqdan və çoxlu insan qırğınına yol verdikdən sonra, yəni 5 gün sonra, həmin ordunun bir hissəsi Cəlilabad, Neftçala və Lənkəran rayonlarına daxil olur və kütləvi ixtişaşlar yaradan cəbhəçiləri də həbs edir. Cəlilabad rayonunda həbs olunanların arasında təbii ki, Mirişov, Nağıyev və başqaları da olur. Bütün bu çətinliklərə baxmayaraq istintaq davam etdirilir. Hadisə yerləri müayinə olunur, şahidlər dindirilir, ekspertizalar keçirilir. Bəhramovun rəhbərliyi ilə Xalq Cəbhəsinin ayrı-ayrı üzvləri rayonun vəzifəli şəxslərini hədələməklə onlardan səndimə külli miqdarda pul, qızıl və başqa qiymətli əşyalar toplayılmışlar. Bəlli olur ki, Sovet ordusunun hissələri Cəlilabada daxil olanda toplanan həmin sərvət, pullar və qiymətli əşyalar saxlanılmaq üçün Bəhramovun bacısına verilib. İstintaq zamanı Bəhramov digər cinayətkarlarla birlikdə həbs olunur. Onun müdafiəsinə Azərbaycan Xalq Cəbhəsi qalxır və qəribəsi odur ki, Bəhramov Sovet dövlət quruluşuna qarşı çıxış eləsə də, o həbs olunanda, yəni həbsxanada olduğu müddətdə Leninin əsərlərini oxumaq istəyir və Leninin kitablarını ona gətirilməsini xahiş edir. Bəlkə də mübarizəni Leninlə öyrənmək istəyir. İstintaqın gedişi vaxtı Oqtay Qasımovun yaxın tanışlarından biri Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin onunla görüşmək istədiyini deyir və Oqtay Qasımov öz növbəsində təbii bu görüşdən imtina eləmir. Və eyni zamanda o, prokurorluğun rəhbərliyinə məlumat verdikdən sonra Əbülfəz Əliyevlə görüşməyə razılıq verir. Bir neçə gündən sonra Oqtay Qasımov Bakı Dövlət Sirkinin yaxınlığında həyətlərin birində Elçibəy ilə görüşür. O vaxt cəbhənin liderlərindən sayılan, sonralar isə öz evində qətlə yetirilən Arif Abdullayev də onlarla bir yerdə olur və bu üçlü həyətdə tut ağacının altında oturub söhbət edirlər. Söhbət təxminən 2 saata qədər davam edir. Elçibəyin xahişi ondan ibarət olur ki, Oqtay Qasımov Bəhramovu və digərləri həbsdən azad etsin, ümumiyyətlə Xalq Cəbhəsinin üzvlərinə qarşı münasibətini dəyişsin. Onların törətdikləri cinayətləri nəzərə almasın. Elçibəy ilə söhbətdə Oqtay Qasımov bildirir ki, o Xalq Cəbhəsinə qarşı heç bir düşmən mövqedə deyil. Məsələ heç də öz fərdi münasibətindən getmir. Lakin adamların açıq-aşkar törətdikləri cinayətin üstünün örtülməsinə nəinki Oqtay Qasımov, heç Elçibəyin özü də yol verməməli, eyni zamanda onlara güzəştə getməməlidir. Oqtay Qasımov Əbülfəz Elçibəyə məsləhət görür ki,
ətrafına nə qədər saf təbiətli, cinayətdən uzaq olan şəxslər toplasa, bir o qədər də onun özünün və xalq cəbhəsinin nüfuzu, mövqeyi inkişaf edər, ona inam çoxalar. Elçibəy isə cavabında bildirir ki, hazırki şəraitdə cinayətkarlar da ona lazımlı adamlardır. Aralarındakı bu söhbət 1990-cı ilin yay aylarında olur. Oktay Qasımov deyir, sitat, həyat göstərdi ki, Əbülfəz Elçibəy öz mövqeyində düzgün yol seçməmişdi. O ətrafındakıları tanımırdı, onlara həddindən artıq inanırdı. Buna görə də hər cür özbaşınalıqları onlara rəva bilirdi. Təsadüfi deyildi ki, onun ağır günlərində ən yaxın olanları müdafiəsində durmadılar. Bir il öncə milli qəhrəman adına layiq görülmüş Surət Hüseynov silahlı dəstə təşkil edib ona qarşı çıxdı. General-leytenant rütbəsi almış Daxili İşlər Naziri İskəndər Həmidov üzünə durdu. Ədliyyə marşalı həqiqi dövlət ədliyyə müşaviri rütbəsi verib Azərbaycan Respublikasının baş prokuroru vəzifəsinə təyin etdiyi İxtiyar Şirinov, Surət Hüseynovun dəstəsi tərəfindən həbsə alınan kimi öz prezidentinin həbs olunmasına sanksiya verdi. Sonra da bu yaramaz hərəkətini başqalarının ölümünün qarşısını almaq məqsədi ilə etdiyini dedi. Statın sonu. Cəlilabad rayonunda baş verən kütləvi ixtişaşla əlaqədar ixtişaşın əsas təşkilatçıları cinayət məsuliyyətinə cəlb olunaraq məhkəməyə çıxarılır və onlar müxtəlif cəzalara məhkum olunurlar. Azərbaycan tarixində isə belə daha bir qanlı və ixtişaşlı bir səhifə yaranır. Bu səhifənin adı Cəlilabad hadisələri olur. Salamat qalın.